Həyat təcrübəmdə belə adamlar görmüşəm. Dünən dəlillə, sübutla müdafiə elədiyim məsələləri bugün dəlillə, sübutla inkar eləyir. Fikir niyə dəyişdi? Bu yetkinləşdi, müdrikləşdi, ağıllılaşdı. Xeyr valla. Ağıl mənəviyyatla əlaqəlidir. Günah görsən düşüncəvi dəyişir, inkara başlayırsan. Quran bunu bəyan eləyir. Bunu keçmişdə sizə mən demişəm. Küfri, kafirliyi, Allahı inkar eləməyi Quran mənəvi xəstəliyi adlandırır. Mənəvi xəstəliyi. Düşüncə mənəviyyatdan qırıq deyil, mənəviyyatla əlaqəlidir. Düşüncə bilavasitə mənəviyyatdan asılıdır. Düşüncə oxuna istiqamət verən mənəviyyatdır. Və günah dalıcan elədikdə, Allah eləməsin, özünüzdə də görə bilərsiniz. Bir də görürsən ki, insan özünə biraz az nəzarət eləyəndə görürsən ki, əsassız şübhələr gəlir insanın qəlbinə. Bu, təcrübədən keçmiş bir şeylərdir. İnancı zəifləyir, heç nə. İnanırsan, dəlil sübutlar öz yerində. Qəşəng məntiqi sübutlarım var əqidəvə. Amma bir də görürsən, süsləşir. Əqidən süsləşir. Niyə? Günahlar, bax, belə bir təsir göstərir insana. Günahın ən böyük zərbəsi budur. Xanım Zeynəb bu ayəni oxuyurdu İmam Hüseynin qatillərinə. Günah sizi bu günə qoydu. Bu bir günün nəticəsi deyil.